Meşhedi vəkilliydim, evdə yoxdur. Bilmirsən hardadır? Məndən niyə soruşursan? Bu saat qonaqlarım gələcək. Məşədi bəyi də çağırmışam. Amma o səni burada görsə geri qayıdacaqdır. Qonaqlardan gələn var? Hələ yox. Bəs o nə səsdir? Ora olmaz ata, orada adam var. Kimdir? Onu sən bilməsən də olar. Necə? Bilməsəm də olar. Dedim ki, sənə dəxli yoxdur. Öz evimdə ixtiyarım yoxdur. Bu saat görüm kimdir? Sus sən. Ada! Nankör oğlu nankör! Sən mənim evimə erməni qızı getirmişsən. Bunu mən özüm bilərəm ata. Tüs sənin! Onun ayağı mənim evimdə olmayacaq. Kulağıma kişi sesi geldi. Belki oraya yığışanlar, ara karıştıranlardır. Haydi, Heydər Əli! Bəli ağa. Rəşid Vərməni qızın nə vaxt getirib? Hələ getirməyib ağa. Getirməyə hazırlaşır. Yağın bilirsə? Yəqin ağa. Elə isə get, jandarma xəbər ver. Yeri! Nümayəndələrimiz qrupaya vaxtında çatmalıdır. Basya, nə var? Jandarmalar bura gəlir. Sakit. Aşağı düş. Rəşid, jandarmalar gəlir, ləngit. Yaxşı. Sizə nə lazımdır? Möhtərəm Rəşid bəy, vəzifəmiz belə tələb edir. Adresi yanılmısınız, cənab zabit? Xeyr, bağışlayın. Ardımca. Aha, Cənab Əzbəyov.